Nəyə görə biz heç vaxt başqa qalaktikalara gedib çıxa bilməyəcəyik? Bunun səbəbi əslinə qalsa bizim elə kainatımızın daxili strukturudur. Bizə ən yaxın olan qalaktika Andromeda qalaktikasıdır. O bizdən 2,5 milyon işıq ili uzaqlıqdadır. Gəlin təsəvvür edək ki, biz işıq sürətinə hərəkət edirik. Belə olduğu zaman bizə yenə də 2,5 milyon il lazımdır ki, yer kürəsindən o qalaktikaya çataq. Hazırda insanların kosmosa göndərdiyi ən sürətli kosmik cisim Voyager 1 peykidir. O da 61 min km/saatda sürətlə hərəkət edir ki, bu peykin ora gəlib çatması üçün 44 milyard il lazımdır. Məlumat üçün bildirim ki, bizim kainatımızın yaşı elə 13,8 milyarddır. Yəni ki, bu Voyager ora gedib çıxana qədər bizim yer kürəmizdə nə insanlıq qalacaq, nə bəlkə də planetin özü qalacaq. Lap nəzərə alsaq ki, Andromeda qalaktikası bizə tərəf gəlir və 4,5 milyard il sonra bizim Süd yolu qalaktikasına toqquşacaq. Bunu nə biz, nə siz, nə bizdən 10 min il sonra gələcək hər hansısa bir nəsil görəcək. Ona görə də narahat olmağa dəyməz. Əgər videonu bəyəndisə, o zaman videonu like et və kanala abunə olmağı unutma. Hər zaman olduğu kimi elm və kütlə məlumatlar USpace kanalındadır.